Assalamu aleykum, hər vaxtınız xeyir olsun. Sizin hər birinizi salamlayıram. Sağlam həyat, sağlam ruhla yaşamağı Allah sizə nəsib etsin. Əzizlərim, istəyirəm bugün sizə mövzumuz, daha doğrusu Y102 sarı rəng, amma qara təsir. Bu haqda məlumat verim. Y102 kodu nədir və nələrə səbəb olur? Uşaqlar üçün zərərli, böyüklər üçün gizli təhlükədir. Y102 tartrazin adlı suni rəngləndiricidir. Bu isə hansı qidalarda mövcuddur? Uşaqların sevdiyi konfet, keks, qazlı içəcəklər, cipsi, şirniyyat tərkibində vardır. Nəyə səbəb ola bilər? Hiperaktivliyə, allergiya, baş ağrısına, astm xəstəliyin tutulmasına və onun artmasına səbəb ola bilər. Avropa Birliyində və bəzi ölkələrdə bu məhdudlaşdırılmışdır. Etiketi oxuyun, tərkibində Y102 varsa uzaq durmağa çalışın. Alternativ olaraq rəngləndiricilər nə ola bilər? Təbii zəfəran, çuğundur və s. Ən əsası odur ki, bu həyatda sağlam yaşamağa çalışın. Sağlamlıq üçün sadəcə yemək deyil, seçimdə gizlidir. Buna görə seçimimizə diqqət edin və özünüzdən müğayət olun, Allaha əmanət olun. Ən əsası odur ki, sağlam bədənlə yaşamaq istəyirsinizsə, halal qida ilə qidalanmağa üstünlük verin. Allaha əmanət olun.